Salam, hər vaxtınız xeyir dəyərli izləyicilər. İndi izah edəcəyim suallar 17 iyun 2025-ci il lisey və gimnaziya qəbul sınağı 8-nin 5-ci siniflər üçün riyazi məntiq, yəni 41-60-a qədər suallar izah olacaq. Əvvəlcə onu deyim ki, şərh bölməsində lisey və gimnaziya qəbul edə biləcək sualların paylaşılacağı Telegram və WhatsApp qrupu linkləri paylaşacaq. Həmin o qruplara mütləq qoşulun ki, qəbula qədər lisey gimnaziya qəbul edəcək sual tipləri paylaşacaq. Həmin suallarla tanış ola biləcəksiniz. Həmçinin mütləq YouTube kanalına abunə olun. Olmayanların sayı daha çoxdur. İzləyənlər arasında abunə olun ki, anında xəbərdə olasınız bütün video izahlardan. İndi keçək izahımıza. Deməli 41-dən başlayırıq. 41-də deyir ki, aşağıda şəkildə divara 3 sm məsafədən atılan top divara dəydiyi yüksəkliyin 87-si qədər divardan uzaq məsafəyə düşür. Divarın yüksəkliyi neçə santimetrdir deyir. İndi burada deməli buradan atılır top. Gəlir burada deyir. Buradan da qayıdır, buralara düşür. Və nə qədər bu məsafəyə düşür bunu deyir. Burada şərt qoyub. Yəni deyir ki, bu hündürlüyün 8-də 7-si qədər yəni burada düşür. Hündürlük nə qədərdirsə. İndi hündürlük nə verir? 180 cm verir. 180-ın 8-də 7-sini axtarırıq. 180-ın 8-də 7-yə vururuq. 8-dən 180-ı hər ikisi deməli 4-ə ixtisar gedəcək. Burada 4-ə ixtisar gedəcək. Burada 2 qalır. 180-ın 4-ə bölsək 45 edir. 45-i də 7-yə vursaq edir neçə? 315 edir. Bölünsün 2. 315-i 2-yə bölürük. Edir 157 tam. 157 tam. 10-da 5. 157 tam 10-da 5 də buralardır. Yəni gəlir, bura düşür. C ilə D-nin arasına. C-D arası, yəni C variantı. 42-yə baxırıq. Abaqda 5 rəqəmi bir ədəd modellənib. Bax, görünümlə modellənib. Bura 1, 2, qırmızıdan göstərim. 1, 2, 3, 4. Yəni burada 4 yazılıb. Burada 1, 2, yəni 2 yazılıb. Burada 0-dır. Burada 1 yazılıb. 1, 2, 3, 4, 5. Burada 5 dənə var. Burada biraz qaralayaq. Çıxır yaxşı görsənsin. İndi bizə şərtdə nə deyir ona baxaq. Deyir, abaqda 4 muncuğun yerini dəyişdirmək də alınacaq ən kiçik 5 rəqəm ədədlə şəkildəki abaqda görünən ədədin fərqi neçə olar? Şəkildə 42015 oldu. Qeyd edirəm bura 42015. Ən kiçikləri düzəltməyə çalışırıq. Ona görə də ən kiçikləri olmaq üçün ən böyük mərtəbədən, yəni bu 10 minliklər mərtəbəsindən 4-dən 4-ünü götürə bilməyəcəm. Çünki 4-ünü götürsəm, o zaman 4 rəqəmlə də çevriləcək. Burası 0 olaraq 0 olacaq 4-ünü götürsəm. Ona görə 3-ünü götürürük. 3 dənəsini götürürük. Qaldı burada 1. 3-ünü götürürük. O 3 dənə də ən kiçik mərtəbə var. Yəni getirib təhliklərə qoyacağım. Yəni 5-in üzərinə gələcəm. Buradan çıxardıb 5-in üzərinə gəlsək, olacaq neçə? 8. Qırmızını yazırım. Burada 8. İndi burada qaldı 1. İndi bizə demişdi ki 4 dənə muncuq götür. 3-ünü buradan götürdük. O zaman bir dənəsini bundan götürsəm ki azalsın. O zaman buradan birini götürsək burada 1 qalacaq. O bir dənə getirib bu axıra qoyuram. Yəni 8-in üzərə qoyacağım. 8 alınmışdı. O olacaq 9. Deməli alındı 1, 1, 0, 1, 9. Yəni 11.019. Alındı 11.019. Çıxırıq 11.019'u. 15'dən 9'unu 6 edir. Sonra burada 10'dan da 1 çıxsaq 9. Burada 9 idi. Burası 0, 3. Yəni 30.996, yəni D variantı. Keçirik növbəti suala, 43-cü suala. 3 ölçülü lövhənin hər bir xanasına 1-dən 9-a qədər bütün notlarında yazılmalıdır. Ədədlər elə yerləşdirilməlidir ki,
Hər bir sətir sütun və diaqonal üzrə yazılan ədədlərin cəmi bir-birinə bərabər olsun. Bizə demək 1-dən 9-a qədər ədədlər yerləşdirəcək. 9 tane ədədimiz var da, hamısını yerləşdiririk. 1-dən 9-a qədər ədədlərin cəmi neçə yer? 45. Demək, burada ümumi ədədlərin cəmi 45 olacaq. Burada 3 tane sətir var. 3 sətir hərəsində də cəmi eyni olmalıdır. O zaman hərəsində 15 olacaq. 3 dənəcik 45'i böldüm 3 sətirə 15. Və yaxud sütun üzrə baxsaq, sütun da 3 dənədir. O zaman 45 3'e bölsək, hər sütunundakı ədədlərin cəmi də 15 olar anlamına gəlir. Və belə bir qayda var ki, 3-cü ölçüdə ortadakı ədədin 3 misli, yəni oradakı ədəd x isə, bunun 3 misli elə diaqonal, y verim, diaqonal üzrə, sütun üzrə, sətir üzrə rəqəmlər cəmi ortadakı ədədin 3 mislinə bərabərdir. Yəni 15 bərabərdir 3 y-ə, y-də bərabərdir 5. Demək, ortadakı 5'dir. O zaman 9'dan 5'in cəmi 14 və 1 düşür. Sonra bu 1'dir, 6'cı cəmi 7 deyir. X-də 8 o cavab D variantdır. Bunlar düzəldək. 8'dən 5 diaqonalına 10 bura 2 düşür. 2 ilə 6 çoxsaq 8 bura 7 düşür. 7 ilə 5 toplasaq 12, bura 3 düşür. 9'dan 2 toplasaq 11 və 4. Əgər hamısına baxsaq, sütunlar, sətirlər və diaqonal üzrə 15 olacaq cəmləri. Bizə cavab D variantı. Xüsusilə baxırıq. Verilmiş cədvəldə ardıcıl hər hansı 3 xanadakı ədədlərin cəmi 19'dur. Buna görə A plus B plus C bərabər sual. İndi burada 3 xanadakı ədədlərin cəmi 19 deyir. Ardıcıl deyir və demək ki, bu ədədlərin biri 7, biri 4. Çünki ardıcıl bax 3'dən 3 xanad deyə 3'dən 1 bu ədədlərimiz təkrarlanacaq. Yəni bax 1, 2, 3. Yəni B də 4 olacaq. Sonra 1, 2, 3 burada 4 düşür. Sonra 1, 2 sonra düşmür indi. İndi isə digərisiyə 7'yə baxaq. 7'nin bu tərəfə doğru gedək. 1, 2, 3. 7 düşür. Sonra 1, 2, 3. Buraya 7 düşür. 1, 2, 3. Buraya 7 düşür. 4, 7 cəmi çeyil 11. C'də cəm 19 olması üçün nə olacaq? 8. C də bərabərdir 8 oldu. Burada 8 yazıram. Bu da təkrarlanır. 1, 2, 3, 8'dir. 1, 2, 3, burada 8'dir. 1, 2, 3. Demək, A da 8'dir. 1, 2. 4'dən bu tərəfə keçsə 1, 2, 3 və 4 doldururuq. Yəni, hamısına baxsaq, görəsiz ki, hamısı 3'ü birlikdə, hamısı 19 edəcək. Hamısını yazdıq. Burada 8'də yazaq. 4'də yazın. Burada 8 yazmışdım. Demək, A da 8 oldu. Buradan gördüğümüz kimi C də 8 oldu. B də 4 oldu. Buradan gördüğümüz kimi. Cəmləri istəyir. 8, 8, 16, 4, 20. C variantı. 45'e baxır. Arzu kolleksiya məqsədilə yalnız 3 dəlikli, ayın isə yalnız 4 dəlikli düymələri toplayır. Deməli, arzu yazıram 4 dəlikli. Yox, arzu 3 dəlikli. Ayan isə gördüyümüz kimi 4 dəlikli yazır. 4 dəlikli düymələr toplayır. Arzu ayandan 20 ədəd çox düymə toplayır. Arzu ayandan 20 ədəd çox toplayır. Ayanın topladığını x götürsək, arzu da olacaq x plus 20, yəni 20 ədəd çox. İndi ki, bu düymələrdən ümumi 270 dəlik var. İndi arzunun düymələrin sayı x plus 20'dir. Bunu belə götürdük. Hər birində 3 dəlik var. O zaman ümumi neçə dəlik var? 3'e vuracağım. X plus 20'ni. Ayanda isə x qədər düymü var. Hərəsində 4 dəlikdir. Yəni 4'e vursam ayandakı düymələrin ümumi dəliyin sayını taparam. İndi arzu və ayandakı ümumi düymələrin dəyişlərinin sayında toplayıram. Ümumi edir. Bizə verib 270. O zaman 3x'e vursam burada. Eğer 3x buradan yazıram. Üstə gəl 3'ü sonra 20 yazıram.
vururam 60. Üstə gəl. Burada 4x bərabər 270'e. İndi 3x'dən 4x toplasam edir 7x bərabərdir. 270'dən də çıxıram 60'a yer 210. 210 da 7 yaparsa x bərabər 30. Və x 30'dur. Bizdən nə istəyir? Hər ikisi cəmləsi düymə toplayır. Deməli x 30 tapdıq. Deməli ayan x idi. X qədər toplamışdı. Yəni 30 dənə düyməsi olur. Arzuda x plus 20 dənə düyməsi var idi. Burada 30 plus 20 edir 50. 50 dənə arzu, 30 dənə də ayan. Cəmi 80 dənə. Cavab C variantı. Keçirik 46-cı suala. Deyir famil birdən başlayaraq natural ədədləri özünün qiyməti qədər yanına yazır. O bir ədədini bir dəfə, iki ədədini iki dəfə, üç ədədini üç dəfə və bu şəkildə davam edərək n ədədini n dəfə olmaqla aşağıdakı kimi yazır. Familin yazdığı bu ədədin rəqəmləri cəmi 140'dır. Buna görə familin yazdığı ədəd neçə rəqəmlidir? Baxası olsaq, bizə bütün rəqəmlərin cəmini 140 veribdir. Bax, burada 1-dən 1 dənədir. Üstəcə 2-dən 2 dənə, yəni 2 üstəcə 2, 4. 3-dən 3 dənədir. Cəmi 9. Üstəcə 4-dən də 4 dənə yazacaq. 16. Gördüyümüz kimi, bütün ədədlərin kvadratlarını 1'in kvadratı 1, 2'nin kvadratı 4, 3'ün kvadratı 9, 4'ün kvadratı 16. Yəni, bunları toplayıb gedib 140'ı tapacağıq. Görək, biz n'in tapmaq üçün bunu etməliyik. Yəni, axırda da üstə gəl n'in kvadratı olacaq. Yəni, biz n'in tapmalıyıq. Yəni, burada n'in kvadratını gəlib edib 140. İndi toplayıb gedək. Məsələn, 1 4, 5. Üstə gəl 9, 14. Üstə gəl 16, 30. İndi 30'un üzərinə 5'in kvadratı, yəni 25 yazdım, 55. 55'in üzərinə 6'nın kvadratını gələcəm, 36 yəni. Və yer 91. 91'in üzərinə 7'nin kvadratını, yəni 49 gələcəm, eləcək 140. Deməli 49 gəldim ən son, yəni 7'nin kvadratı. Deməli n nəymiş? 7'ymiş burada. İndi ki, bu ədədin neçə rəqəmlidir? Deməli, 1-dən 7'ye qədər ədədləri düzüblər. Biz n-i 7 tapdıq. Çünki burada 49 gəldi. Ən sonunda 49 nə idi? Çünki hər ədədin kvadratını gəlirdi. 7'nin kvadratı. n də 7'dir deməli. Deməli, 1-dən 1 dənədir, 2'dən 2 dənədir, 3'dən 3 dənə, 4'dən 4 dənə, 5'dən 5 dənə, 6'dan 6 dənə, 7'dən 7 dənə. Deməli, bütün rəqəmləri toplayasam, 1 rəqəm 1-dən. 2'dən 2 rəqəm deyə üstə 2 gələm, yəni bunların hamısını toplayıram. Yəni 1-dən 7'ye qədər ədədlərin cəmini toplayırıq. İki vaxt neçə rəqəmdir? Çünki hər bir rəqəmdən özü qədərdir. Deməli, ona görə də bu rəqəmlərin hamısını toplayırıq. 1 ilə 2 toplayırıq. 3, 6, 4 yazım, 10, 5 yazım, 15, 6 yazım, 21, 7 yazım, 20 isə cavab A variantı. Keçirik 47-ci suala. Bir kino teatrda 3 fərqli salonda 3 müxtəlif qısa metrajlı film davam olaraq göstərilir. Buna görə 2 nömrəli salonda 10-cu seans bitənə qədər olan müddətdə 1 və 3 nömrəli salonlara cəmlicə fasilə verilmiş olacaq. İkinci salona baxırıq burada. İkinci salonda hər bir film 35 dəqiqə davam edir. Fasiləsi isə 5 dəqiqədir. 10-cu seans bitənə qədər. Bax görək, ikinci salonda 10-cu seans bitənə qədər neçə dəqiqə keçir? 35'i vuram 10'a. 350 dəqiqə filmlər üçün gedib. Və hər film arasında fasilə var. 10 seansdırsa 9 dənə fasilə olacaq. Məsələn, 2 dənə film olarsa və ya 3 dənə film, 2 dənə ara var. Yəni 2 dənə istirahət var. Və ya 2 film varsa 1 ara var. Yəni filmlərin sayında bir vahid az fasilə olur. Deməli 9 dəfə fasilə olub, hər biri 5 dəqiqədir. 5'i 9'a vururam, 45 dəqiqədə buradan. 45'in üstəlini toplasam, 395. Deməli, ikinci salonda 10 seans filmi bitənə qədər 395 dəqiqə keçibdir. Bizə deyir ki, 1 və 3-cüdə neçə dəfə
cəmisi fasil olmuşdur. İndi baxaq görə birinci salonda bu film 55 dəqiqədir, fasil 10 dəqiqə. Deməli, bir film, bir fasilə cəmi 65 dəqiqədir. O zaman mən 395-i böləcəm 65-ə ki, görə neçə dəfə istirahət olub. Deməli, 395-i bölürəm 65-ə eğir 6. Qalığı da bizə lazımdır. Yəni, qalıq tapa bilərik. 65-i 5 dəqiqə qalıq qalacaq. O 5 dəqiqədə elə bil 7-ci filmin 5-ci dəqiqəsi deməkdir. Burada fasilə yoxdur. Deməli, birinci salonda nə oldu? Birincidə 6 fasilə. İkinciyə baxırıq. 40 dəqiqə filmdə 15 dəqiqə fasilə. Deməli, hər bir dənə film və növbəti fasiləsi birlikdə 55 dəqiqə keçir. Ona görə 395-i bir dəfə böləcəm 55-ə görə neçə dəfə baş verib? 395-i də bölsək 55-dir 7. Qalıqlı qalır 10 dəqiqə. Yəni bu 10 dəqiqədə 8-ci filmin 10 dəqiqəsi deməkdir. Bu da fasilə deməkdir. Yəni 7 dəfə fasilə olur. 2-ci dəfədə. Cəmi neçə fasilə olub? 7 üstəgən 6 edir 13 fasilə cəmi. C variantı. Keçik 8-ci suala. Elnur ədədləri bir komitə proqramla yazma müddətləri cədvəldə verilmişdir. Ədədin rəqəm sayı 1, bir rəqəm üçün 3 saniyə keçir. 2 rəqəm üçün 4 saniyə, 3 rəqəm üçün 5 saniyə keçir. 1-dən 108-ə qədər olan 108 daxil bütün arzu ədədləri fasiləsiz olaraq bu proqramın dəqiqədə yazar. Deməli, 1-dən 9-a qədər 9 rəqəm var. Hər biri bir rəqəmli olduğu üçün hərəsində 3 saniyə gedir. Yəni 3 vursun 9 bərabərdir 27 saniyə belə gedir. Sonra 10-dan 99 qədər 90 dənə ədəd var. 2 rəqəmlidirlər. Hərəsində 4 saniyə gedir. Yəni 4-ü vuram 90-a hər birinə 4 saniyə gedir. Bu da 360 saniyə. Bir də 100-dən 108-ə qədər 9 dənə ədəd var. 9 3 rəqəmli arasında 5 saniyə gedir. Ona görə 5-i vuram 9-a. Bu da deyir neçə? 45 saniyə. Ümumi neçə saniyədir? Deməli, 360 üstəgən 27 üstəgən narıq 45 edir 432 saniyə. Ümumi 432 saniyə. Bir neçə dəqiqə fasilədir? 432 ilə böləcəm neçəyə? 60-a. Çünki 1 dəqiqə 60 saniyədə 60-a bölürəm. Bu deyir 7,12 dəqiqə. Cavab C variantı. Keçik 49-cu suala. Deməli 49-cu sual deyir ki 40 nəfərin iştirak etdiyi balıq tutma yarışında cəmdə olan hər kəs kütüm, kefal və çapaq balıqlarına ümumilikdə ən az bir ədəd tutmuşdur. Deməli, ən az bir ədəd var. Bu balıqların növlərinin hər hansı birindən bir ədəddən çox tutan olmamışdır. Yəni, hər bir balıq növündən maksimum bir dənə tuta bilirlər. Amma ümumi, məsələn, 3 dənə deyir ki, hər kəs ən çox 3 balıq tutur. Və kişi balıq tutan olmadı. Yəni, bu 3 balıq tuturlarsa da hər bir balıq növündən bir dənəsini tuturlar. Yəni, durub bir balıqdan 2 növ, bir növ balıqdan 2 dənə tutmayıblar. Anlamına gəlir. Buradakı cümlə. İndi deyir ki, 2 balıqdan, deməli, ya 1 balıq tuturlar, ya da 3 balıq tuturlar. 2 balıqdan olmayıb. Deyir, cəmi 62 balıq tutulduğuna görə neçə nəfər 3 balıq növünün hər birindən də tutmuşdur. İndi 40 nəfər var, balıq tutanlar. 40 nəfərdir. Bu 40 nəfərin ikisi bir balıq tutanlar olsun. O zaman x qədəri bir balıq tutursa, mən 40-dan da x-i çıxsam, olacaq 3 balıq tutanların sayı. Və bir balıq tutanların sayı x-dir. Demək ki, bir balıq tutanların sayı x isə mən x-i 1-ə vursam, 2x. Çünki x qədər adam bir balıq tutursa,
Ümumi nə qədər balıq tutublar? 1 vurulsun x qədər. Üstə gəl. 3 balıq tutanların sayısı 40 çıx x-dən. Yəni, deməli, 40 çıx x qədər adamımız 3 dənə balıq tutub. Ümumi nə qədər balıq tutublar? O zaman hər biri 3 balıq tutduğu üçün 3'ü vuram. O 3 dənə balıq tutanların sayını, yəni 40 çıx x-ə. Ümumi də toplanılıb, deməli, 1 balıq tutanların sayı da 3 balıq tutanların 3 balıq tutan adamların balıqlarının sayı ümumi nə verib? 62 verib. Biz də buradan topladıq. 62 bərabər edirik. İndi buradan həll edirik. Növbəti. Buradan 2 üstə gəl. 3'ü 40'a vuram 120. Çıxılsın. 3x'e vuram 3x. Böyle 60'a. Şimdi burada x'dir, burada çıx 3x'dir. Bunlar mörtəzə belə deyim, bərabərin digər tərəfinə keçirəm. Bu çıx 3x'i bu tərəfə keçirsəm müsbət 3x olacaq. Yəni bərabərdir 3x yazıram. Çıxa olmur, yəni plus 3x olur. Bu digər x'i də bərabərliyin bu tərəfə keçirsəm çıx x olacaq. Sonra bu tərəfdə 120 qaldı. Gördüyümüz kimi bərabərliyin gəlir 60 var. 60'ı keçirəm bu tərəfə. 120 çıx 60 olacaq. Alınacaq 60 bərabərdir 2x. 3x'dən x'i çıxdım. X də bərabər 30. X bizin nə istəyir? 3 balıq növünün hər birindən də neçə nəfər 3 balıq növünün hər birindən də tutmuşdur. 3 balıq tutanların sayını istəyir. Biz x'i 30 tapdıq. O zaman gedib yerinə qoyuruq. 3 balıq tutanların sayı 40 çıx x idi, yəni 40 çıxılsın x'i yenə 30 qoyuram. Deyir 10. Və 3 balıq tutanların sayı 10 dənə oldu. Cavab A variantı. Keçirik 50-ci suala. Eyni hazırlıq kursunda imtahana girən Dəniz imtahan nəticəsinə görə kursdakı sıralamada ən zəif 12-ci, Yağmur isə ən yüksək 12-ci racid olmuşdur. Onların yerləri ardıcıl olduğuna görə bu kursda imtahana girən ən az 2 nəfər var. Ən azlığına görə sonuncu və axırıncını toplayırıq. Çıxırıq. O 2 nəfər, yəni 2 nəfər var, Yağmur və Dəniz. Bu da 22 cavabımız, yəni B variantı olur. Tip sualları belə deyirik. Ən az dediyində toplayırıq soldan və sağdan. Bu sıra məsələləri kimidir. Sondan neçənizdirsə və əvvəldən neçənizdirsə həmin ədədləri toplayırıq. Çıxırıq, neçə adamdan söhbət gedirsə onları sayını. Yəni burada Yağmur və Dənizdən söhbət gedir. Məsəl üçün desək ki, Yağmur sonundan 12-ci, əvvəldən də 12-cidir. Belə isə idi, toplayıb 1 çıxacaqdıq. Çünki 1 nəfərdən söhbət gedəcəkdir. Bu misalda 2 nəfərdən söhbət gedir. 2 çıxırıq. Cavab 22. Keçirik 51-ci suala. Sumqayıt futbol klubu oynadığı hər oyunda ya 2 ya da 3 gol vurub. Komanda 8 oyunun nəticəsində əsasən 21 gol vurubsa neçə oyunda 2 gol vurmuşdur. İndi 2 gol vurduğu oyunların sayını var. 2 gol vurduğu oyunların sayını x götürsəm 3 gol vurduğum oyunların sayını neçə olacaq? Ümumi 8 oyun olubsa x qədərində 2 gol vurubsa o zaman 8 çıxılsın x qədərində də 3 gol vurub. Ümumda 21 gol vurub. İndi mən x oyunda 2 gol vurmuşamsa ümumi nə qədər gol vurmuş olaram? 2 vursun x qədər. Və 8 çıx x oyunda 3 gol vurmuşamsa hər bir oyunumda 8 çıx x qədər oyunumun hər birində 3 gol vurmuşamsa ümumi nə qədər gol vuraram? Hər oyunda 3 dənə gol vurduğum üçün sayına vururam. Yəni oyunlarımın 8 çıxsın x-ə. Deməli bu 2 gol vurduğum oyundakı qolların sayı, bu da 3 gol vurduğum oyundakı ümumi qolların sayı. İkisi birlikdə də neçə gol vurulub? 21 gol vurulub. Bərabərdir 21. İkisi birlikdə dediyinə görə topladım. 21'ə bərabər etdim.
İndi burada alınacaq 2x. Üstə gəlir 3'ü 8'e vuram. Eğer 24. Biraz fazla değil. 3'de çıx x'e vuram. Yani olur. Çıx 3x. Bərabər 21. İndi 2x-lə çıx 3x'i toplasam olacaq 24 çıxılsın 1x bərabər 21. Buradan da x'i keçirəm bu tərəfə. Olur 2x bərabər 21'de bu tərəfə keçirəm. 24 çıxılsın 21 olur. Bu da x bərabər 3 olur. X 3 olur. Bizim nə istəyirdi? Deyirdi ki, neçə oyunda 2 qol vurmuş olar. Bu da 2 qol vurmuşlarsa x idi. X də bizdən tapdı 3. Yəni 3 qol. 3 qol, 2 qolluqların sayı 2 qol vurulmanların sayı demək oldu 3 dənə. Yəni cavab B variantı. 52'ye keçirik. Deyir ki 4'te 1'i ipin bir ucundan 4'te 1, diğer ucundan ise 5'te 1'i eyni anda kesiləndən sonra orta noktası 4 cm yer değiştirir. Bu ipin əvvəlki uzunluğu 3 cm'dir. 4 ve 5'in ortak məxrəcini tapırıq. Yəni hətta bunu 20 yer. O zaman bu 4'te 1'in məxrəcini 20 etmək üçün 5'e vuracağım. Sonra məxrəcini bunu da 5'e ve 4'e vuracağım. Yani 1'i 20'de 5'ti. 1'i 20'de 4. Ümumi parçamız 20 hissədən ibarətdir deməli. Bir xətt çəkirəm. Xətti buradan çəkək. İndi bir hissəsindən 5 hissəsini kəsir. Ümumi bir xətt qoyacağım bir dənə. Ümumi orta xətt çəkirəm. 20 hissədən ibarətdirsə, bu hissəm də 10 hissədir. Bu hissəm də 10 hissədir ümumi. Bir hissədən 5 hissəsini kəsirəm. Tutaq ki, buradan kəsdim 5 hissəsi. O zaman qalacaq burada 5 hissə. Sonra bu tərəfdən də 4 hissəsini kəsdim. Yəni 4 hissə kəssəm, qalacaq burada neçə? 6 hissə. Deməli, bir tərəfdə 6 hissə qaldı. O qırmızı xəttdən bir tərəfdə. Bir tərəfdə də 6 hissə. İndi 5 ilə 6'ın cəmlici 11. İndi bu 11'in yarısı nədir? Orta xətt üçün. 5 tamamda 5'dir. 5 tamamda 5 olması üçün bu 5'dən bura qədər 5'dir. Bu yaşlı qədər. Göyü qalınır əylə. Bu yaşlı xəttə qədər. Əvvəl orta nöqtəm idi. 5'dir. İndi 0.5'dir getməliyəm ki belə. 0.5'dir. Getməliyəm ki orta nöqtə olsun. Yəni iki orta xəttimiz də bura düşəcək. Bu altdan da 0.5 çıxanda elə buradan bura qədəri 5.5. Bu töv xəttimiz də belə 5.5 oldu. Ümumi 11 oldu. Deməli sürüşmə nə oldu? 5'dən 5.5'e yəni 0.5 sürüşmə oldu. 0.5 sürüşməm oldu 4 santı. O zaman tam sürüşməm 2'ye vursam 0.5 ve 4'ü 1, 2 beraber olacaq 8 santimetr. Bir sürüşmə 8 santimetrdir. Bir sürüşmə, bir hissə, bir sürüşmə demək. Bu ipin əvvəlki uzunluğu neçə? 20 hissədən ibarət idi. 20'ni də vururam 8 edir. Neçə? 160. Yəni cavab A variantı. Keçirik 53-cü suala. Uzunluğu 1,25 metre olan lenti 4 müxtəlif uzunluqda hissəyə bölünür. Ən qısa hissənin uzunluğu ən çox neçə santimetr olar? Əvvəlcə 125 metri santimetrə çevirək. Bunun üçün 100'ə vurucuq eləyəcək 125 santimetr. Bölünsün 4. 4'ü bölünsün olsam eləyəcək deməli 4'ü bölsək 31 edir. Qalıqda 1 qalır. Deməli, hər bir hissəm 31'dir. Bizdə ən kiçiyin ən böyük qiymətini istəyir. Biz də hamısını 31 seçdik. 4'ünü də. Bunların 4'ünün cəmi 124. Və qalıq 1 qalmışdı. 1 də bunun üstə qoyuram. Eləcə 32. Bir qoydum 32 oldu. Bunların cəmi yenə də 125'dir.
İndi bizə ən çox neçə santimetr olar? Ən kiçiyi. İndi mən nə edirəm? Durub bundan birini götürüb qoyuram bunun üzərinə, 32'nin üzərinə. 33 oldu. Buradan da birini götürdüm. Burada qaldı 30. Digərdən olduğu kimi yazıram. İndi sonra mən 30'dan birini götürürəm yine. Burada 29 kalır. Koyup gidiyorum, koyuyorum bunun üzerine. Bu 31'in üzerine. Bu olacak 32. Bu 33 idi. Onsuzda yine 33 kaldı. Bu da 31 idi. 31 olarak kaldık. Değişmiş. Bu da 29 oldu. Birini götürdüm. Şimdi bize demişti ki müxtəlif uzunluklara bölünür. Həqiqətən 29, 31, 32, 33 oldu. Yani müxtəlif sayılar oldu. Bu da kiçiyindən böyük qiymətə 29 olmuş oldu. Cavab A variantı. Keçirik indi 54-cü suala. Şinyat fabriki hər bağlamaya 30 qutu, hər qutuya 30 paket bağlı qoyur. Fabrik hər bağlamaya, hər qutuya və hər paketə fabrikin logosunu yapıştırır. İndi bizə deyir ki, bir logonun qiyməti 4 qəpikdir və 200 bağlama üçün neçə manatlıq logo yapışdırırlar. 200 tane bağlama varsa her birine bir tane logo yapıştırır. Her 200 budur. Sonra bize deyir ki her bağlama 30 kutu var. Yani kutuların sayıdama olsun 200'ü vuracağım 30'a. Bu da deyəcək 6000. Yani 6000 tane kutu var. Bunun üzerine biz yapıştırırıq elə logodan. Sonra deyir ki her bir kutuya 40 paket koyur. Yani 6000 tane kutum var. Həmisindən 40 paket koyur. Ona göre 6000'i vuran 40'a göre her kutu 40'sa 6000 kutunun içində paket var. 40-60'a 6000'e vuracaq eləcək 240.000. Deməli 201 idi. Üstəgə 6000. Üstəgə 240.000. Sonumuzda alınacaq 246.000 neçə 200. Bu kadar paket. 246.200. Hərəsi də 4 qəpikdir. Ona görə 4 qəpiyə vuracağım. Deməli 246.000 200'ü vuracağım 4 qəpiyə. Beraber deyir 980 4800 qəpik. Bunu manada çevirmək üçün 100 qəpik bir manada olduğu üçün 100'e bölürük. Elə sıfırları ixtisar edir. Qalır 9848 manat. Bu da yani D variantı. Keçirik 55-ci suala. Bağban hər gün bağında olan şaftaların yarısının 40 artığını bazara satır. 4-cü gün sonunda ağızlarda şaftalar alınır. Buna göre başlanğıcda ağızdakı şaftalar sayını göstərən ədədin rəqəmlər cəmi neçə var? Demək 4-cü gün sonunda 0 dənə qalırsa demək 40 artığını toplamışdır. Yəni 4-cü günün sonuna kimi 0 qalıbsa mən əvvəlki 3-cü günümün yarısının 40 artığını xərcləmişəm, yığmışamsa, satmışamsa və yaxud da deməli 0 dənə isə günün sonunda 4-cü gün. 4-cü gün əvvəlinə qədər 40 dənə satmışdım. 0 40. Bir də 3-cü günün yarısı dediyinə görə vuram 2'ye 80. Deməli 3-cü gün əvvəl 80 idi. 3-cü günün sonunda 80 qalıb. Bu 80 necə olub? 40 dənə yığdıqdan sonra, yəni satdıqdan sonra 120 imiş. Bu 120 də ikinci günün nə idi? Yarısıdır. Yəni 120 vururuq 2'ye, bu da 240. Deməli 4-cü gün əvvəlində 80 idi. 3-cü gün əvvəlində 240 oldu. Yəni üzərinə 40 gəlir. 2-ci gün əvvəlini tapmaq üçün 280
Vuruq 2'yə yer 560. Bu ikinci gün əvvəl idi. 560'ın üzərinə 40 gəlirik 600. 600'ü vuruq 2'yə yer 1200. Yəni birinci gün əvvəlində 1200 dənə nə var idi? Şəftəli var idi. Bu rəqəmləri cəmini istəyir. 100 2 0 0 0 3. Cavab A variantı. 56-cı suala baxırıq. K nöqtəsindəki çəkicə 5 dəfə irəli 2 dəfə geri sıçrayır. Yəni 5 irəli 2 geri. Ümumi 7 addım 7 sıçrayış edir. Hər 7-də nə qədər qabağa düşür? 3 addım. 3 sıçrayış qabağa düşür. 3 sıçrayış. Deməli 5 irəli 2 geri ümumi 7 dənə sıçrayış edir. 7 sıçrayışın sonunda 3 sıçrayış qabağa düşür. M nöqtəsinə qədər hərəkət edir. Çəkənin bir sıçrayışı 45 cm olduğuna görə 218 dəfə sıçrayırsa çəkicə K nöqtəsindən neçə metr uzaqlaşacaq? İndi biz də baxaq görək neçə dəfə bu 7 sıçrayış edib. Bunu niyə axtarırıq? Çünki hər 7-də 3 sıçrayış qabağa düşür. 5 irəli 2 geri. Baxıram görürəm neçə dəfə 5 irəli 2 geri edib. Yəni 7 sıçrayış edib. 218'i bölürəm 7'yə. Tamamdır 31. Deməli 31 dəfə 5 irəli 3 geri edib. Və qalıq da qalıb neçə? 1. Qalıq da 1 qalır. Deməli bunu 7 dəfə edib. Deməli hər 7 sıçrayışda 3 qabağa düşübsə 7'ni 3'ə vururam edir 21. Deməli ümumi 21 dəfə sıçrayış qabağa düşüb və qalıq 1 qalmışdı. O 1 də sonda 2 dəfə geri qayıdıram. 217-ci addımda mən geri qayıdıram və 218-də irəli addımlama başlayıram. 218-ci sıçrayışım da mənim irəli olduğu üçün mən də 7-ci vurmuşdum. Yəni 7 dəfə 3 sıçrayış qabağa düşüb 21. 21'in üzərinə bu 1'i gəlirik. 1. 22 deməli 22 sıçrayış qabağa düşüb. Hər sıçrayışda 45 santimetrdir. 22'yi vururam 45'ə. Gör neçə santimetr edir. Və 22 vursun 45 edir 990 santimetr. Deyir neçə metr uzaqlaşacaq? Metre çevirmək üçün 990 bölü 100'ə 9,9. Yox. Nə vardıq biz? Məsafələri K nöqtəsindən 2 metr uzaqlaşacaq. Deməli biz 218'i yox burada 7'nin 3'e niyə vuram, değil mi? Estağfurullah. Biz 218'i 7'ye bölə 31 tapmışdıq. 31'i vururam 3'e çünki 31'i 3 addım qabağa görək. Üzürlü sayım burada. Əvvəldən səhv etmişəm. Yəni 218'i biz 7'ye böldük. Hər 7'də 3 sıçrayış qabağa düşür. Bu da olmuş 31. Buna 31 dəfə qabağa düşür. Sonra da 31 dəfə daha baş verir bu 3 sıçrayışdan sayı. 31 3'e vururam 93. 93'ün üzerine bir tane kalmıştı, onu gəlirik 94. Deməli 94 sıçrayış qabağa düşür. Biz 94'ü vurmalıyıq neçəyə? 45'ə. Bu deyir 4230. 94 uzun 45 4230 santimetr. Bu metr çevirmək üçün 100'ə bölürük. 100'ə bölərkən də olacaq 42,3. Yəni 130 və ya 43. Cavab D variantı. Keçirik 57-ci suala. Usta qalınlığına asılı olmayan bir dəmiri 2 hissəyə ayırmaq üçün 4 manat zəhmət haqqı alır. Dəmir parçaları üstə qoyularaq da kəsi edilə bilər. Usta uzunluqları verilən dəmir çubuqları bərabər hissələrə ayırmaq istəyir. Buna görə o dəmirçi ən az neçə manat ödəniş edəcək. Deməli burada nə edirik? Əvvəlcə buradan kəsirəm. Baxın buradan.
Qırmızıdan göstərsəm yaxınlaşım. İştirak buradan kəsirəm. O zaman her birinin uzunluğu buradan buraya 15 olacak. Burada 15'ti. Burada 15'ti. Bak 20 yazılsa da yani bunun uzunluğu 15 kalır. Çünkü buradan buraya kadar mesela 15 ise bunda buradan buraya kadar mesela 15'ti. Burada da 15 oldu her biri. O zaman burada 5 kalacak burada. Burada 15 kalacak. Yarısı 15'ti. Bu yarısı 15'ti. Şimdi bir yerden kəsdim. Deməli 4 manat getdi, bir yerden kəsdim. İndi bu 15'i, bax bu 15'i gətirirəm, yuxarıdan qoyuram, bura çəkirəm. İçini elədim. Bunun uzunluğu 15, yani bunu götürdüm, koydum bura. Bu 5 santimetrin da kəsəni bizə deyir ki, bərabər hissəyə bölünsün. Bərabər hissədə ancaq 5 santim 5 santimetr hissəyə bölə bilərəm. Çünki hər birinin bölündüyü ədəd 5'dir. Yəni əvvəl vaxtlarım daha az pul xərcləmək üçün daha böyük hissəyə bölməm lazım. Bu da deyir bərabər hissəyə böl. Bərabər olaraq da hər birini 5 santimetr hissəyə bölə bilərik. İndi mən də əvvəlcə bu qırmızı xəttlərini 20 yerdən kəsdim. Burada 15 qalmışdı. Bu 15 götürüb yuxarıda var göyünə çək üst-üstə qoymuşam. Çünki deyir ki üst-üstə qoyaraq kəsə bilərsiniz. Burada elə deyil. Mən birinci kəsimdə bura 5 idi. Bu 5'i tutalım getirib. Bu 15'i də getirib bura qoydum. İndi bunları kəsirəm. Hər biri 15 santimetr. Bu 15 santimetrdə neçə hissədən ibarət ola biləcək? 5 santimetr 3 hissədən. 3 hissə yarılmaq üçün də 2 yerdən kəsəcəm. Yəni birini buradan kəsirəm. Birini də buradan kəsirəm. Yəni 3 dənə 5 olur da burada. Deməli əvvəlcə bir dənə kəsim etmişdim. İndi də 2 dənə kəsim etdim. Ümumi 3 kəsim. Hər kəsimə 4 manat. 3 vuruzum 4 eğir 12 manat. Cevap C variantı. Üzülü zaman varsa çıxdı. Üzülü sayın gəlsin. Harada qalmışdıq? Deməli 5-ci sinif burada. Yəni C variantını tapdıq. Keçirik indi 58-ci sola. 58-də deyir ki, bir lift içərisinə qoyulan yüklərin ağırlıqlarına görə xəbərdarlıq siqnalı verilir. Boş olan liftdə ağırlıqları 13, 16, 18 və 22 kg 5 kutudan hər hansı 4 qoyulurlarsa xəbərdarlıq siqnalı verir. Yəni ağırlıq o. Hər hansı 3 qoyulurlarsa siqnal vermir. Buna görə bir liftin maksimum yük qaldırma gücü aşağıdakılardan hansı ola bilər? Bizdə maksimum demək üçün biz buradan minimumu seçməmiz lazım. Çünki burada hər hansı 4'ünü götürsəydik, bizdə ən bir sual düşünmək lazım ki, yəni düşünək 13, üstəcə 15 deyir, istənilən 4'ünü götürdüyümüzdə biz ən azları götürürük. Görək ən az olduğu halda, yəni bu mümkün də neçə kilogram edir? 13, 15, 28, üstəcə 16 edir 44. Deməli 13 ilə topladıq 15'i elədi 28, üstə də 16 gəlir edir 44, üstə gəlir 18 edir 62. Yəni bura oldu 62 kilogram. Deməli ən pis halda 60 kilogram yığsam belə siqnal verə bilir. Yəni ağırlıq edir. Deyir ki, buna görə bu liftin maksimum yük qaldırma gücü neçə olar? Aşağıdakı hansı ola bilər? Yəni aşağıdakılardan 62'dən az, 62'dən çox ola bilməz. Çünki 62 olsa belə minimum. Bunda belə səs çıxarır, yəni ağırlıq olur. 62'dən də az 56'ını seçə bilərik maksimum. Cavab C variantı. 59'a baxırıq. Avtomobilin getdiyi məsafəni kilometr olaraq göstərən spidometr sayğacı sürət göstəricisi səhv işləyir. Bu sayğac hansı 3 rəqəmini göstərməli edirsə onu bir rəqəm artırıb səhv olaraq əvəzində 4 rəqəmi göstərir. Misal olaraq sıfırlanmış bir spidometr 15 km məsafədə sıra ilə 0, 1, 2, 3 olmalı və 3 yox 4'e keçib. 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 olmalıydı.
14'e keçib 15, 16, 17. Yəni rəqəmlərini göstərib və gedilən yol həqiqətdə 15 km olması baxmayaraq 17 km kimi görünür. Yəni burada 2 dənə 3-ün itməsi sayəsində normalda 15 olmalıydı. O 2 dənə 3 rəqəmi olan ədədlərimiz göstərmir deyə normaldan 2 bayt çox oldu. Yəni 17 oldu. Deyir, avtomobil həqiqətdə 50 km yol gedərsə, stometr səhv olaraq neçəni göstərəcək? 50 km göstərənə qədər 3, sonra 13, 23, 30, 31, 32, 33, 34, daha yazacağım, 35, 36, 37, 38, 39, sonra 43, 50'ye qədər, yəni bu ədədlərdə 3 ədədi var. Bunları göstərməyəcək. Sayırıq indi. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. Demək, 14 dəfə narıb rəqəm göstərməyib. Yəni, normal 50 isə 14 dəfə çox olacaq. Yəni, 50 üstəgə 14 edir 64. Ancaq burada bir şey nəzərə almaq lazımdır. Hər şey 64-dür. Hələ ki, gözləyin. İndi mən bu 14 gələndə 64 deyil. 50-dən sonra da 3 rəqəm olan ədədlər var. 53'dür və 63'dür. 64'e qədər. Bunları da göstərmir. Yəni. Normalda belə deyim, 50'ye qədər 14 dənəsi 14 dənə 3'ümü yazmırdı. Onu da 50'nin üzrə gəldim 64 oldu. Yəni 64'də qədər də 53 və 63'də də 3 var. Yəni 2 dəfə də burada rəqəm ədəd itiririk. Yəni 64'ün üzərinə 2 kere 66 cavab B variantı. 60-cı suala baxırıq. 7 vagondan ibarət bir qatarın hər bir vagonuna ən çox 40 sərnişin minə bilir. Bu qatarda acil olan hər hansı 2 vaqondakı ümumi sərnişin sayının 45 olduğu bilinir. Buna görə qatardakı sərnişin sayı ən çox neçə ola bilər? Demək, ən çox 40 sərnişin minirsə və deyir, neçə vaqon var? 7 vagondan ibarət. 7 vagondan ibarət. 1, 2, 3, 4, 5, 6 və 7 vaqon var. İndi bu sıralama belə olur. Yəni biz ən çox olması üçün elə başdan maksimum götürək. Bizə deyir, ən çox neçə ola bilər? 40 götürürəm. Və deyir, 2 vaqonda ümumi sərnişin sayı 5 olur. Bura 5 qoyuram ki, 45 olsun. O zaman 5'in üzerine 40 yazım, 45 eder. Sonra 40'ın üzerine 5 yazım, sonra 40 yazım, sonra 5 yazım, sonra 40 yazım, 45 eder. Yani burada 45, 45, 45. 3 tane 45'in buna topluyoruz hamısını. 3 tane 45'in cəmidir 135. Üstə gəlir sonunda 40 var. Edir 175. Yani maksimum 175 olur. C variantı. Yani burada bunu belə də edə bilərik. Məsələn 5, 40, 5, 45, 45. O zaman toplasaydıq 45, 45, 45, 3 tane 45 olurdu. 135 üzeri 5'e 140, yani en az belə olurdu. Belə ola bilərdi. İndi cavabımız oldu 175. Sonuncu sual idi. Bu 5-ci sümlərin 41'dən 60'a qədər onu yenə də qeyd edim ki, şərhlə bölməsində isə ginazə gəlmiş olacaq. Sualların paylaşıldığı Telegram və WhatsApp qrupu kanalları paylaşılacaq. Önərsizdir. Hər kəs qoşulsun. Qəbula qədər suallar paylaşacaq. Növbəti ildə də Rıfırmanı İqtisadəyə aid suallar, yay tətilində də müxtəlif tip suallar paylaşacaq. Bu suallardan yararlanaraq uğur əldə etmək istəyirsinizsə mütləq qoşulun və YouTube-a da mütləq surətdə abunə olun ki, paylaşılan videolardan anında xəbərdar olasınız. Siz qoşulmursunuz, abunə olmursunuz, yəni bu rahat bir şeydə abunəyə tıklayırsınız. Bunun üçün sizə ziyanı da yoxdur, bir tıkın. Yəni bunu etmədiyinizdə paylaşılan videodan anında xəbərdar olmursunuz. Düzdür, abunə sayı mənim üçün də müsbət. Ancaq mənim üçün müsbət olsa da, mənfi olsa da sizin üçün olan müsbət tərəfi nədir? Siz abunə olarsanız əgər anında videodan xəbərdar olacaqsınız və imtahanlarda uğur qazanacaqsınız. Yəni gecikmədən izləyəcəksiniz videoları və ya paylaşılmış suallarla tanış olacaqsınız və daha tez inkişaf edərək
daha çox uğur qazanacağınıza inanıram. Sağ olun, təşəkkür edirəm.